Burada mənim dəyərli həkimim Anar Əliyev. Bu həkim pulla oxuyanlardan deyil. Özü öz zəhmətinə Moskvada diplomları olan bir həkimdir. Bu həkimdən də ki, bəlkə də deyərəm ki, yer üzündə yoxdur da. Yəni bir nömrə Anar Əliyevdir. Mənim dəyərlim, var olasan. Bütün xəstələrdə dəvət eləyirəm bu klinikaya, Anar Əliyev doktorun yanına. Təşəkkürümü bildirirəm, var olasan, mənim dəyərlim, ürəyim. Tək bütün həkimlər sizin kimi olsun. Onda bütün insanlar da sağlam olar. İnşallah, amin. Təşəkkürümü bildirirəm, var olasınız. Ramilə xanım bizə mədə problemləri ilə müraciət elədi. Özü müğənnidir, sənət adamıdır. Yəni gündəlik həyat rejimi qidalara təbii əməl eləyə bilmir. Fast food qidalara üstünlük təşkil edir. Bunun fonunda mədə ağrıları yaranır və risk eləyib endoskopiya elətdirmək istəmirdi. Biz artıq onu endoskopiya elədik. Şükürlər olsun, mədəsində düzdür. Ümumi problemləri var, amma ciddi problemlər yoxdur. Müalicəsini verərik. Onu qeyd edeyim ki, yəni yemək şəraitini düzəltməsə, qidanı normal qəbul eləməsə, bu problemlər ciddiləşə bilər və gələcəkdə bir fəsadlar törədər. Müalicənizi verərik, Allahın köməyi ilə yüksək effekt alarsın. Təşəkkürümü bildirirəm, var olasan, mənim dəyərli. Allah şəfa versin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.